Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda hazırlanması çox asan olan piroq reseptini sizinlə paylaşıram. Umaclı, meyvəli, ağızda əriyən çox dadlı piroqdur. İndi keçək piroqun hazırlanmasına. Bunun üçün ərzaq qabına 4 stəkan un töymüşəm, unu ələkdən keçirtmişəm. Üzərinə 1 paket 5 qram şəkərli vanil əlavə edirəm. 1 paket 10 qram da qabartma tozu əlavə edib bu ərzaqları biraz qarışdırıram. 1 dolu stəkan, bir də yarım stəkan da şəkər tozu əlavə edirəm. 200 qram otaq temperaturunda olan yumuşalmış kərə yağını da əlavə edəndən sonra əlimlə ovuşdurub umaç hazırlayıram. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Yağla quru ərzaqları əlimlə yaxşı-yaxşı ovuşdurub umacı hazırlayıram. Umacım artıq demək olar ki, hazırdır. Hazırladığım umacdan 3-4 xörək qaşığı ayırıram. Ayrı başqa bir qaba tökürəm. Ayırdığım umacı sonda piroqun üzərinə səpmək üçün istifadə eləyəcəm. Umacın ortasında qaşıqla oy qaçıram. Umacın ortasına sındırdığım 4 ədəd yumurtanı əlavə edirəm. Çay qaşığının ucunda da az duz əlavə edəndən sonra yumurta ilə duzu çəngəllə biraz qarışdırıram. Piroq üçün 250 ml stəkanla 1 stəkan da qatığı ərzaq qabına töymüşəm. Üzərinə çay qaşığının ucunda az soda əlavə edib qarışdırıram. Piroqa həm soda, həm də qabartma tozu vururam, amma sodanı sevməyənlər ilə 1 paket dolu, bir də yarım paket qabartma tozunu əlavə eləyə bilər. Gözləyirəm qatığın üstündə köpüklər əmələ gəlir, onda qatığın hamısını qaba tökürəm. Qatığı da əlavə eləyəndən sonra kənarlardan ortaya doğru umacı gətirərək xəmir hazırlayıram. Nə çox bərk, nə çox yumuşaq, ələ yapışan bir xəmir olmalıdır. Əllə də yoğurmaq olar, onda ələ çox yapışır. Elə qaşıqla qarışdırıb xəmiri hazırlamaq daha yaxşıdır. Mən piroqun xəmirinə qatıq əlavə elədim, amma istəyən bu xəmiri elə xama ilə də hazırlaya bilər. Belə gördüyünüz kimi orta bərklikdə bir xəmir alındı. Piroqu bişirəcəyim formanın içərisinə bitki yağı əlavə edirəm, 1 xörək qaşığı qədər. Fırça ilə formanın içini, yanlarını yaxşı-yaxşı yağ çəkirəm. Əgər sizdə forma yapışan olarsa, onda formanın içərisinə yağlı kağız sərsəniz daha yaxşı olar. Hazırladığım xəmirin hamısını formanın içinə boşaldıram. Boşaldandan sonra spatula ilə formanın hər yerinə yayıram. Daha rahat yayılması üçün spatulanın hər iki tərəfini bitki yağı ilə yağlayıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 30 santimetrdir. Xəmirin hamısını formaya yayıb qoyuram bir kənara. Bu arada meyvələri hazırlayıram. Piroqu çiyələklə, bir də əriklə hazırlayıram. Meyvələri təmiz-təmiz yumuşam. Əvvəlcə meyvələri doğrayıram. Çiyələyin saplağını kəsəndən sonra 2 yerə bölürəm. Piroq üçün nə qədər ki istifadə eləyəcəm, o sayda çiyələklərdən doğrayıb hazırlayıram. Əriyi də eyni qaydada ortadan 2 yerə bölüb, tumunu çıxardandan sonra 3 yerə bölürəm. Siz öz zövqünüzə görə meyvələri istədiyiniz kimi doğraya bilərsiniz. Meyvələri də doğrayandan sonra keçirəm piroqu hazırlamağa. Ayırmış olduğum umacı 2 yerə bölürəm. Əvvəlcə bir hissəsini formaya yaydığım xəmirin üstündən səpirəm. Hər yerinə umac səpirəm. Meyvələr bişərkən şirəsini buraxır. Xəmir çox nəmli olmasın deyə 1 çay qaşığı, 1 dolu çay qaşığı qarğıdalı nişastası götürmüşəm. Onu da umacın üstündən sürtkəşdən keçirərək umacın üstünə səpirəm. Nişastanı da əlavə eləyəndən sonra keçirəm meyvələri düzməyə.
Meyvələri arabir, çiyələk, qaysı düzürəm. Kimə necə xoşdur, o şəkildə də düzə bilər. Mən elə arabir, çiyələkdən düzürəm, bir də doğradığım qayısıdan düzürəm. Əvvəldə meyvələri doğramıram, hamısını lazım olduqca yenə doğrayıram. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Gördüyünüz kimi meyvələri də düzmüşəm. Qalan umacı da meyvələrin üstündən səpirəm. Şirin sevənlər umacı səpmədən bir xörək qaşığı qədər də meyvələrin üstündən şəkər tozu əlavə eləyə bilər. Amma mən əlavə eləmirəm. Elə sadəcə umacı səpirəm və bu şəkildə öncədən qızdırdığım 180 dərəcəlik sobada 35-40 dəqiqə bişirirəm. Piroq artıq bişib, hazırdır. Sobadan çıxartmışam. Gördüyünüz kimi çox yaxşı qabarıb, çox gözəl piroq alınıb. Çöplə yoxlayıram. Əgər ələ yapışmırsa, deməli içərisi də yaxşı pişib, qoyuram, qalır, tam soyuyur. Artıq soyuyandan sonra kəsib çay süfrəsinə vermək olar. Kəsək görək piroqun içərisi necə alınıb. Çox gözəl piroqdur. Mən piroqu çiyələklə, əriklə hazırladım, amma siz öz zövqünüzə görə fərqli meyvələrlə də hazırlaya bilərsiniz. Umaclı, çox dadlı piroq alınır. Siz də hazırlayın, indi çiyələyin mövsümüdür. Siz də alın, hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.